Demək, dərsimizdə burada səhifə 42-dədir. Deyir ki, kitabın adı nədir? Kitab buradakı kitabdan söhbət gedir. Xilas edicilər. Baxın, yazılıb X, İ, L, A, S, E, D, İ, C, İ, L, R. Hərf belə yazılır. Hecalayıram. Xilas edicilər. Xilas edicilər. Xilas etmək odur ki, kimisə kömək edirsən, xilas eləyirsən. Məsəl üçün, yıxılı, məsəl üçün bir yüksəklikdən düşmək istəyirsən, onun əlindən tutub qoymursan onu yıxılsın o yüksəklikdən. Onu neynədin? Xilas etdin, qorudun yəni, xilas elədin, müdafiə elədin, xilas elədin. Arif Kamal yazıb kitabı. Burada da elə soruşur ki, kitabın müəllifi kimdir? Müəllif yəni yazanı kimdir? Yazanı isə buradadır, bax, böyük hərflə yazılır bunlar, çünki adam adıdır. Arif Kamal. Demək, ad və soyad, yəni familiya həmişə böyük hərflərlə yazılır, birinci hərfi. Amma burada indi çapla yazılıb deyə bütün hərflər birincidir. Əslində, biz əl yazıma yazanda birinciləri böyüyünü yazırıq. Arif Kamal kitabı yazıb. Hansı kitabı yazıb Arif Kamal? Xilas edicilər kitabını. Sizcə deyir, bu kitabda nədən danışılır? Baxın, görürsünüz, burada heyvanlar verilib. Yəni, bu kitabda heyvanların insanları xilas etməsindən danışır. İndi deyir ki, bu mətni oxuyun. Bu nə hərfidir? Q hərfidir. Q, A, R, T, A, L, I, qartalın. Bir dəqiqə. T, Ə, Ş, Ə, K, K, Ü, R. Təşəkkürü sözündə 2 dənə K hərfi var, qoşa K. Qartalın təşəkkürü. Görək, qartalın təşəkkürü nədir? Ziya babanın adıdır. Ona görə birinci hərfi böyükdəndir. Adların birinci hərfi böyükdən olur. Ziya, Ziya. Baba, baba, Ziya baba, tələyə, tələyə, düşmüş, düşmüş, qartalı, qartalı, xilas, xilas, etdi, etdi. Ziya baba tələyə düşmüş, qartalı xilas etdi. Bir gün, göğün, bir gün, qartal, qartal, Ziya, Ziya, babanın papağını götürüb uçdu. Bir gün qartal Ziya babanın papağını götürüb uçdu. Baba qartalın dalınca qaçaraq evdən uzaqlaşdı. Baba qartalın dalınca qaçaraq evdən uzaqlaşdı. Bu zaman, yəni bu zaman, zəlzələ, baş, verdi. Bu zaman zəlzələ baş verdi. Babanın evi dağıldı. Babanın evi dağıldı. Bu zaman zəlzələ baş verdi, babanın evi dağıldı. Baba, başa düşdü, ki, baba başa düşdü ki, qartal onu xilas etmək istəyib. Heca ilə oxuyandan sonra bütöv sözü sonra oxu. Mən demirsən, baba, sonra desən baba. Başa, oxuyandan sonra desəm başa, düşdü, ki, baba başa düşdü ki, qartal, onu xilas etmək istəyib. Baba başa düşdü ki, qartal onu xilas etmək istəyib. Deyir, qartal nə üçün babanın papağını götürüb uçdu? Çünki heyvanlar hiss eləyirlər təhlükəni. Heyvan təhlükəni hiss eləmişdi ki, zəlzələ baş verəcək. Zəlzələnin baş verməsini bir çox heyvanlar hiss eləyirlər. Və qartal da zəlzələ baş verəcəyini hiss elədi. Babanın papağını götürüb göyə uçdu ki, baba o evdən, yəni bu söküləcək, dağılacaq evdən, demək, neynəsin, uzaqlaşsın ki, baba xəsarət almasın, baba üçün olmasın. Mətni başqa necə adlandırmaq olar? Başqa bu cür adlandırmaq olar? Yaxşılığın əvəzi adlandırmaq olar? Qartalın təşəkkürü adlandırmaq olar və s. Bu bir tərəfdə deyir ki, hansı şəkil mətnin sonluğuna uyğundur? Mətnin sonluğuna uyğun yox.
demək ki, bu birincidir. Demək qartal ilişmişdi. Ev düşürdü orada da zəlzələ baş verdi. Ev sökülmüşdü. Yox, bu Zəlzələ baş vermişdi. Baba da onu təzədən düzəltdi evi. təzədən düzəltdi. Bəli, budur. Budur, bəli. Mən özüm Turanın fikrini öyrənməyə çalışıram həmişə. Turan düz deyir, çünki burada artıq uçmuşdu. Bu sonluğa aid ola bilməz. Ən son deyir. Burada qartal tələyə düşmüşdü. Burada Turan çox düz deyir. Baba uçmuş evini yenidən tikdi. Ən son bu oldu. İndi deyir qartal tələdən xilas olmağa çalışırdı. Qartal tələdən xilas olmağa çalışırdı. Bu birincidə baş verib. İndi burada deyir ki, baba uçmuş evini yenidən tikdi. Bəli, bu sonda oldu. Bir gün Ziya baba evin kölgəsində oturmuşdu. Evin kölgəsində oturmuşdu. Bu da başlığa aiddir. Bu kölgəsində oturduğudur. Mən sonradan bir dənə də var. O şəkildəki demək baba oturub evin uçduğunu görür. Demək o deyil. Burada evin kölgəsində oturur. İndi mən bu mətnin tam olaraq əsas versiyasını, yəni məğzini yerləşdirəcəm kanalımda. Qartal haqqında məlumatlar oxuyun və suallara cavab verin. Deyir, qartal caynaqları ilə istədiyi əşyanı götürə bilir. Demək, qartal caynaqları ilə, bax görürsünüz. Caynaqları budur bəli. Caynaqları ilə istədiyi əşyanı götürə bilir. Götürür özə neyinir? Ən yüksəyə uçur, düzdür. Qartal caynaqları ilə istədiyi əşyanı götürə bilir. Qartal zəlzələni qabaqcadan hiss edir, görürsünüz. Qartal zəlzələni qabaqcadan hiss edir, bəli. Qartal yırtıcı quşdur, bəli, yırtıcı quşdur. Yırtıcı, yəni vəhşi də, yəni vəhşi quşdur. O, ən vəhşi qayalıqlarda, ən yüksək yerlərdə yaşayır. O heyvanları istədiyi, məsəl üçün, ov etdiyi heyvanları caynağı ilə, elə ustalıqla götürür ki, lap hündürə uçur. Yəni, o caynaqları özü bərk saxlayır. Onun caynağı ilə tutduğu heyvan yerə düşmür. Qartal yırtıcı quşdur, bəli. Qartal demək bildik ki, nə bildik? Qartal caynaqları ilə istədiyi əşyanı, nəinki heyvan, istədiyi əşyanı götürə bilir. Qartal zəlzələni əvvəlcədən hiss edir, qabaqcadan hiss edir. Bir də qartal yırtıcı quşdur. Qartal haqqında 3 məlumat bildik. Qartal caynaqları ilə istədiyi əşyanı götürə bilir. Qartal zəlzələni qabaqcadan hiss edir. Bir də qartal yırtıcı quşdur, yırtıcı. Hansı məlumatlar qartalın təşəkkürü mətnindəki məlumatlara uyğun gəlir? Buna uyğun gəlir. İkinci, qartal zəlzələni qabaqcadan hiss edir. Çünki mətnimizdə zəlzələdən söhbət gedir. Aşağıdakı şəkil hansı məlumatları təsdiq edir? Aşağıdakı şəkil bunu təsdiq edir ki, qartal caynaqları ilə istədiyi əşyanı götürə bilir. Baxın, balığı necə götürür caynağı ilə. Tutur şəkildə. Demək, buna uyğun gəldi. İstədiyi əşyanı götürə bilir. Böyük E, kiçik E. Bax, bu şəkili deyirəm, Turan. Böyük E, kiçik E. Y-nı, əki, eynək. Y, bu Y hərfidir də. Y, E-nı, yeni, karate, etibar, oğlan adıdır. Eynək, yeni, karate, etibar. Demək ki, mətnimizdə bildikdə birinci deyir ki, Ziya baba tələyə düşmüş qartalı xilas etdi. Bir gün qartal Ziya babanın papağını götürüb uçdu. Baba qartalın dalınca qaçaraq evdən uzaqlaşdı. Bu zaman zəlzələ baş verdi, babanın evi dağıldı. Baba başa düşdü ki, qartal onu xilas etmək istəyib. Burada da ki, bu şəkil ən sondur. Baba uçmuş evini yenidən tikdi. Qartal haqqında məlumatlarda deyir ki, qartal caynaqları ilə istədiyi əşyanı götürə bilir. Qartal zəlzələni qabaqcadan hiss edir. Qartal yırtıcı quşdur. Və bu şəkildə də qartalın caynaqları ilə götürməsini təsdiq edir. Hansı deyir fikir qartalın təşəkkürü mətnindədir? Zəlzələ ilə bağlı ki, qartal zəlzələni qabaqcadan hiss edir. Böyük, kiçik, eynək, yeni, karate, etibar.